Dünən işdən çıxıb uşaqlığımın keçdiyi küçəyə yollandım. Xatirələri yada salıb kövrəlmək üçün yox, acılıqdan fit çalan mədəmizi doyurmaq üçün. Pizza Mizza'nın filiallarından biri də məhz Yasamalda, Zahid Xəlilov küçəsində yerləşir. Uzun müddətdir buranın ailəvi kombo menyusunun daimi müştərisiyəm. Bura bir ədəd böyük pizza, 6 qarışıq panini, 6 nuggets, fri kartof və 1 litr kola daxildir. Qiyməti 29.90-dır. Pizzalardan Meksikanonu seçdik. Bax belə böyük ölçüdə gəlir. Nuggetsləri və fri kartofları standartdır, yəni normal. Amma panini və pizzaları adamın üstə Allah var, həqiqətən əladır. Digər məkanlar sözümdən inciməsin. Buranın pizzalarının xəmiri elə nazik hazırlanır ki, həm dağılmır, həm də ağızda əriyir. Ümumiyyətlə, yaxşı yerin reklama ehtiyacı yoxdur deyirlər. Məncə, Pizza Mizza da o yerlərdən biridir. Bu, reklam yox, səmimi etirafdır. Bu arada, uşaqlara şar verilməsi və rəsm rəngləməyə şərait yaratmaları da bəyənilən addımdır. Leyla bu rəngarəng əyləncə ilə başını qatdı, bir də paninilərin çoxunu iştahla yedi. Biz isə sarımsaq, acılı sous və oreganodan əlavə edərək pizza dilimlərini bir-bir sıradan çıxartdıq. Sarımsağa görə biraz təzyiqə məruz qalsam da bu sevgimdən əl çəkmədim. Sonda ilk dəfə burada çayla desert yoxladıq. Deməli, 2 ədəd şirniyyat alırsınızsa, çay sizə pulsuz başa gəlir. Dietik tiramisu və San Sebastian cheesecake'dən birinci daha çox xoşuma gəldi. Sadiq müştərilərə sahib olması əslində məkan haqda çox şey deyir. Biz də onlardan biri. İzlədiyinizə görə təşəkkürlər.